Sabahınız xeyir olsun. Necəsiz? Deməli, maşını saxlamışam qarajımda. Sahibi səhər tezdən avtomobilin pis işləməsindən şikayət eləyir. Bir şeylər hara getdi? Yoxdular nəsə. Görsənmirlər. Bir dəqiqə. Deməli, belənci bir Hyundai AX35'dir. Bismillah, salam aleykum. Soyuq halda pis işləyir. Mən də axşam elə buna qoşulu vəziyyətdə alətləri saxlamışam. Çıxıb getmişəm. İndi yoxlayarıq sizlə bir yerdə görək avtomobil necə pis işləyir. Bir dənə qoşulun maşına. Deməli, burada mən alışma boşluqlarını seçdim. Temperaturun sensorunu göstərici normaldır. Qarajda 21 dərəcə olar. Deməli, farsunkaların vəziyyəti. Bir də ki, alışma boşluqları seçmişəm. Motor testerdə isə silindir effektivliyi testi keçəcəm. Çalışacağım ki, bu vəziyyəti avtomobil mənə yaxalamağa kömək eləsin. Baxacaq görək nə demək istəyir. Motor testleri qoşun. İndi baxarıq. Belə. Hə. İndi işə sal. Qoy işləsin. Aha, qoy işte, ha? Aha, tamam. Çəkim davam eləyərik. Deməli, vəziyyəti yaxalamışam maşından. Deməli, Skyner'də vəziyyət deyir ki, 4, 3, 2 buraxıb, 1 amma pis işləyir. Deməli, vəziyyət nətərdir? Mən sizə deyim. Əslində, ümumi alışma boşluğunda digər silindirlər mənə mane olmurlar. Əsasən mane olan birdir. Niyə? Bax, görürsünüz. Yükləmədə bir işləmək istəmir. Belə boş gedişdə də bir işləmək istəmir burada. Bax, görürsünüz. Bu digər silindirlərin işini pozur. Əlbəttə ki, bir dənə Porsche, daha doğrusu atdın, tökdün. Əlbəttə ki, bir dənə silindirin işində problem yaransa, ümumi mühərrikin işində problem yaranır. Amma avtomobil dirsəkli valve sensorundan qaz paylayıcı valve sensorunun münasibətindən hesablayır da onu. Mən isə birbaşa dirsəkli valvın özündən hesablayıram. Ona görə bir balaca məndə vəziyyət yaxşıdır Skyner'ə nisbətən. İndi yer dəyişmə eləyib axtarıb baxacaq görək nə məsələdir. Bir dənə şansımız var da, qızlı qutardı. Belə. Silindirlərdə yer dəyişmə eləyəndən sonra nasazlığımız 4-cü silindirə keçdi. 4-cü silindirdə alışma yoxdur. Mən ora 1-ci silindirin babini atmışam. Farsunkamızda problem yoxdur. Farsunkalarımız işləyir. Hər şey qaydasındadır. Bir dənə də yolda 4-cü silindir boş gedişdə buraxdı. Deyən, haradaydı? Deyək, burada. Əssalam. Bizə bir dənə babin lazımdır. Hələ ki bir dənə. Bir dənə babin lazımdır. İndi qoyub avtomobil düzəldib təhvil verəcəyik sahibinə. Yolda qalmayın. Yəni
belə nasazlıqları yaxalamaq çox çətindir. Mən sizə deyim, çox çətindir ya. Səhər tezdən sənin bir dənə şansın var. Bir dəfə şansın var ki, bu qızdı qurtardı. Vəssalam. Təzədən bir də gələk o birisi səhərə qalsın. Təzədən gələk bir də o birisi səhərə. Ona görə də yəni motor tester, avtomobil, mühərrik və mən. Yolda qalmayın. Mən normal motora keçdi. İndi yaxşı işləyir. Dayandı. Gözləyək. Drive elə. Otur içəri drive elə. Vanus saxlaya bilmir. Yo, drive-a qoy. Gördünüz. Diqqətlə oxuyun. Late injection timing. Gördünüz, alışmada gecikmə. Bir rayona gedəndə yolda buradan belə çak səs gəldi. Ondan sonra başladı belə eləməyə. Vakuummetr deyir ki, avtomobilin vakuumu pozulub. Hardasa belə deyək. Bu da mühərrikin içinə baxanda Raspberry düzgün açıb bağlamamasındandır. Ona görə də Vanusda problem var. Bax. Vəssalam, söndür. Deməli, Fusion'dan vuruşuruq. Diagnostika davam edir. Burada məndə belənçi bir vəziyyət alınıb. Buranı çəkdi, doğru, oranı çəkdi. Deməli, burada məndə bir dənə kəskin qaz vermədə vanusun dönməsi müşahidə olunmur. Bir dənə kəskin qaz vermədə vanusun dönməsi müşahidə olunur, amma bu da diapazondan yuxarı çıxır. Yəni çox dönüb bu. Deyəm dəqiqə görüm nə qədər dönüb. Deviləmə neçədir? Tak, 235. Bu da 278. 35 üstə gəl 78. 78 çıx 35. 43 dərəcə. Çox dönüb qardaşım. Çox dönüb. Burada da bir dənə xırda dönmə var. İndi bir də çəkəcəm. Bir də baxacaq. Dəfələrlə kəskin qaz verəcək. Baxacaq görə vanus dönür yoxsa dönmür. Ona görə də klapanlar düzgün asıb bağlamadığına görə silindirdə vəziyyət yaxşı deyil. Silindirlərdəki vəziyyət yaxşı deyil. Yəni göstərim sizə. Aç görünməliyim. Belə. Deməli, deyib ha. Burada belə qarma-qarışıq xaos var. Və bu mişarrama var ha, bu mişarrama. Bu klapanların düzgün işləməməsindən xəbər verir. Bu mişarrama. Klapanlar vaxtında açılıb bağlanmır. Bu demək ki, Raspberry yaxşı dönmür. Raspberry niyə dönmür? Deyib, deyib burada. Raspberry niyə görə yaxşı dönmür? Çünki vanus yaxşı işləmir. İndi söküləndən sonra bilinəcək. Onu mən dəqiq deyə bilmərəm orada nə baş verir. Burada isə burada. Burada. Alışmada problem yoxdur. Yəni bizim babinimizdə zadımızda mən yoxlamışım, problem yoxdur. Sadəcə olaraq silindir özünü yığışdıra bilmir. Baxacağıq, görək nə məsələdir. Bir də ölçəcəyik. Yekunlaşdırdım Fusion'dan testi. Deməli, kəskin qaz vermələrin birində vanus ümumiyyətlə açılmadı. Faza dönmür. Burada açıldı, çox açıldı. Burada açılmadı, burada açılmadı. Burada açılıb, burada açılıb, burada açılmayıb. Burada birində açılmayıb. Açılıb çox az da belə. Belə. Burada da eyni şəkildə. Ona görə də bir də motorist baxsa, ondan sonra qərar verərik ümumiyyətlə. Deməli, Elantradır. Mühərriklə tanışsınız. Maşın yerində dəhşətli dərəcədə əsir. Bir də şey tüstülədi, doldurdu buraları. Tüstü basıb buralar. Deməli, qaz verəndə tüstülüyür. Xaosda tüstülənmir. Deməli, asilogramma deyir ki, 4-cü silindir dirsəli vala pay vermək istəmir. Ümumiyyətlə, 4-cü silindir fırlatmaqla arası yoxdur. Yəni, dirsəli var fırlatmaq. O birislərin hesabına gəzir orada özü üçün. Həm boş gedişdə, həm də belə. İndi baxacaq görək problem nədədir. İndi axtarıb, 4-cü silindir ümumiyyətlə işləmir. Alışma ilə heç bir problem yoxdur. Yəni silindirin alışmasında heç bir problem yoxdur. Yəni babin switch belə şeylərlə işimiz yoxdur. Yəni bu problem dəmirdədir. 99% əminəm. Amma baxın kompressiya testindən nətər çıxdı 4-cü silindir.
Amma kompresiya testindən də yaxşı çıxıb ha, öz aramızda. Heç nə. İndi baxarıq. Bax elə bəlkə farsunkası da, amma farsunka deyil, qardaş, yağı püskürür. Yəni orada o simesabrazovaniya deyirlər, nə deyirlər ona? Yanıcı qarışığın tərkibi ölü vəziyyətdədir. Yəqin çox ehtimal yağdır bu, çünki buralarda tüstü içindədir. İndi baxacaq görək nə məsələdir. Hər videoda belə bir dənə təəssüflər olsun videosu olur da, yəni. Bu da həmin o təəssüflər olsun videosundandır. 4-cü silindirdə vəziyyət yaxşı deyil. Ümumiyyətlə 4-cü silindir boş gedişdə işləmir. Farsunkası filan yuyulub, hər şeyə baxılıb da. Mən də yer dəyişmə elədim filan. Sadəcə olaraq isti halda skaner heç nə göstərmirmiş. Elə indi skanerə ehtiyac yoxdur. Burada 4-cü silindir dirçəlib alıb pay vermir də qardaş. Vermir. İndi yığıblar, eləyiblər, Allah canlarını sağ eləsin. Sağ olsunlar ustalar, əziyyət çəkiblər. Amma qardaş, bu belə olmaz da indi işləmir. Başı ümumiyyətlə bütün silindirlər diapazondan aşağıda, amma 4 vahşi pisdir. Boş gedişdə işləmək istəmir. İşləmir. 4 ayrıldı bizdən. Yükləmədə işləyir. Yəni qaz versən, maşın gedir, heç bir problem yoxdur. Maşın getməsində zətdə heç bir problem yoxdur. Amma xastı xodda yerlənildi və burada bax ümumiyyətlə diapazondan çox aşağı düşüb. İşləmir. Elə motoristə. Deməli, Prado'dur. Land Cruiser 2.7 motor. Deməli, katalizatorun üfürməsində problem var. Klapan özü çox baha olduğuna görə məcbur. Yəni onu ləğv eləyəcəyik. Motor çək, klapan ləğv olunacaq. Proqram təminatı ilə avtomobili praşifik eləyib təhvil verəcəyik sahibinə. Belə deyək də, biraz ucuz qurtulmaqdan ötürü. Belə bir avtomobillər də olur hərdən birdən. Hərdən birdən Toyota'da özünü belə apara bilir. Amma yəni indi əslində mən sizə deyim, yəni sistemi yoxlamışam. Klapanın özündə işində belə xırçıltı səsi var, amma səs də gəlir, hər şey qaydasındadır. İndi şeydə naqillərində yoxlamışam, 6 volt idarə etməsi var. İndi avtomobil tam soyulmalıdır ki də, mən bunun için təzdən yoxlayım. Ona görə də sahibi də razıdır. Mən də qısa yoldan getmək şərti ilə söküb dağıtmamaqdan ötürü avtomobili bir dəfəlik o sistemi ləğv eləmək lazım. Yəni səndə yoxdur, nə problem var ki? Burada olmasın Toyota'da. Deməli, Jetta 1.8 TCI. Deməli, temperatur sensorunda problem var. Bayır havasının temperatur sensorunda problem var. Ölçə bilmir, ona görə kondisioner yaxşı işləmir. Bir də pəri pastiyanı fırladır. İndi mən hələlik onu 2 həftə bundan qabaq elə bizim o hələliyimiz elə həmişəlik olaraq çağırmasaydım gəlmirdi. Deməli 2 həftə bundan qabaq bunun hara soxdum mən onu? Şey qoymuşam bura, rezistor. Deyilə, gözlüyün açım. Deyib elə bir dənə rezistor qoymuşam bura. Neçə kilomda yadımdan çıxıb. Yəni orada baxdım içəridəki 18 dərəcə göstərsin. Qoydum bura, indi temperatur sensorunu alıb, amma ştekerimiz yoxdur. Bir də alışdırma şamlarını dəyişəcəyik orijinalla. Görək də bura bir şey fikirləşəcək bu temperatur sensoruna. Artıq gecdir, qarajdan çıxmışdım. Saat 7:00. Yəni 19:00. Gedirdim. Birdən yoldaşlardan biri zəng elədi ki, bir kommersiya avtomobilimiz var. Volkswagen Transporterdir, yoxsa T5'dir. Nəsə mühərrik yerindən çıxır, yaxşı işləmir. Bütün biznesə təsir edir də, yəni sabah lazımdır. Səhv eləmirəmsə velosiped alveri ilə məşğuldular. Mən də bu günləri Mers Akademiyinin təliminə qoşulmalıydım. Orada bəzi məsələlər vardı, onlar müzakirə olunmalıydı. Nəysə, geri qayıdıram. Gedək bir yerdə baxaq görək. Avtomobil niyə özünü elə aparır? Üzü qaraj istiqamətinə gedirəm. Gedək bir yerdə baxaq. İnşallah qaraja yerləşər. Məncə yerləşər.
Deməli belə bir çətinliyimiz oldu bizim. Callıq elədik beləncə. İndi çıxardan da yəqin ki təkərləri boşaldıb çıxardarıq da bitər bilməm. Çoxdan da avtobus təmir eləməm. Tak. Getdik. Vay, işıq yanmır axı. Amma pis işləyir. Göstərim. İşləmir? Yaxşı. Yox, elə də yəni qırğın vəziyyət yoxdur. İndi baxacaq görək nə məsələ. Bunu eləmişəm neçə illər bundan qabaq. Neçə 1-2 il bundan qabaq. Hə. Baxa görək. Üslüyür, yəni pir boyluyur. Baxarıq. Avtomobili diagnostika eləyəndə belə bir kodlar var. Yəni ümumi alışma boşluğu da birinci silindirdə elə isti. Yəni bu müşlüyünü ötür bir daha bu buradan beləcə. Birinci silindir müşlüyünü. Aman tanrım. İnşallah bu babini xarab eləməz. Yəni baxaq görək burada iskra var yoxsa yoxdur. Hamısı işə sal. Elə kakras biraz tönlüydü, qaranlıq fasondur. İskra yoxdur. Yaxşı, söndür. Volkswagen'da müşlüyü dəyişdim. Nə ama bir şey. Bu birinci silindirin müşlüyünü çıxartmamada axşamdır da. Həşir nəşir olmaq istəmədim bu ilə. Çıxartmadım bunu buradan. Bir dənə müşlü yaptım içərdən. Bir yandan çıxartdım, gətirdim buradan belə dalaq-zulaq bağladıq. İndi bunu buradan kəsib çıxardacağım. O birisləri də inşallah boş vaxt olanda gələr, düzəldərəm. Saat kimi. Çıxardıq. Müşlü xarab oldu. Bu birisinin o bir şey ümumiyyətlə içi yoxdur. İçi yox. Elantra hibrid. Maşın çox yanacaq istifadə edir. Hibridlikdən çıxıb. Görək. Nə məsələdir. Sahibi də buradadır. Oğlan boyu biraz balacadır, mən yerləşə bilmədim. Nəysə, qoşulum, oxuyaq, baxaq. Deməli, belə bir kodlarımız var. Недостаточный поток А клапана системы рециркуляции отработавших газов обнаружен. Цепь датчика второго низкая. Кислород, датчик кислорода низкая чувствительность. Емкость ставите на датчик 2. Silək. Yığır və aşağı həssasiyyətli sensor. Aha, işe başladı. Pis değil axı.
Reaksiyası da yaxşıdır. Belə. Niyə görə? Ola bilər. Baxacaq. Araşdırıram. Korkusunu çıkardı. Nereye kadar buradayım? Bunun burası yumuşak. Yok. Burada hava yolu kalmıyor biz. Su temizlenip çünkü